Vallahi mən sizə deyim, mən rayonda, kənd yerində böyümüşəm. Bilirsən, kənd camaatının bircə amalı var idi. Sovet dövründə yaşamışam mən. 1938-ci ildə anadan olmuşam mən. Bilirsiniz, mən onun hamısını öz gözlərimlə görmüşəm. Kənddə bilirsən nə idi? Bircə amal vardı. Necə elək yaxşı oxuyaq. Başqa çarə yox idi, heç bir iş yox idi. Özü də çox bir qorxu var idi insanların üzərində. Necə bir qorxu? Belə azad söz deyə bilməzsən, artıq söz danışa bilməzsən. Bilirsən, o dövrdə abırhə, onu mən bəyənmirəm o abırhəyəni vallahi əslində. İnsanıq, sənin öz fikrin var, öz fikrini deməlisən. İnsanlar bir-birinə münasibətini bildirməlidir. Qorxurdular, çox qorxurdu. Çünki o dövrün 38-ci illəri olub, KGB dövrü olub, xanım. Onlar çox ağır illər olub. Açıq deyirəm, mən o dövrdə hələ mən 50-60-cı illəri deyirəm, çox ağır dövr keçirmişəm. Özümdən danışıram şəxsən, heç kənarı yox. Uşaqlıq dövrüm çox. 6 uşaq idik bir ailədə. Deməli, ailəmiz də 11 nəfərdən ibarət idi. Maşallah. Babam, nənəm, bir bibim hələ ərə getməmişdi. Atam, anam, 6 da uşaq. 4 qardaş, 2 bacı. Böyük bir ailə idik. Mən bir anam var idi, and olsun. Çox hikkəli bir arvad idi. Bizim 6 uşağın 6-sına da təhsil verdi. İnstitutda oxutdurdu hamısını.